Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlərimiz. 19 aprel 2026-cı ildə əvvəlki məzunların qəbul imtahanına düşən riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir ki, qatetləri 9 və 12 olan düzbucaqlı üçbucağın sahəsini tapın. 9-u 12-yə vuraraq 2-yə bölmək lazımdır. Doğru cavabımız 54. A variantı. İkinci sualımız kök altı ifadələrin hesablanmasıdır. Kök altında 162-ni 2-yə vursaq 324, məxrəc 16, 324-dən 18 kökü azad olur. Kök altı 16-dan 4, 18-i 4-ə bölsək doğru cavabımız 4,5 edir. E variantı. Bərabərliyin ən böyük tam əlini tapın deyir. Deməli, dəyişən olan ifadələri bir tərəfə, ədədləri bir tərəfə keçirək. Mənfi 5x sola keçirsək, olacaq 5x minus 3x mənfi 7 minus 2. 5x ilə 3x-in fərqi 2x edir. Mənfi 7-dən 2 çıxsa, olacaq mənfi 9. X-in qiyməti mənfi 4,5-dən kiçik olur. Mənfi 4,5-dən kiçik ən böyük mənfi tam həllini axtarsaq, doğru cavabımız mənfi 5. E variantı. Deməli, 64-cü sualda ifadənin qiymətini hesablayın deyir. Sadələşdirib də hesablaya bilərik. X-in mənfi 1 qiyməti sadə qiymət olduğuna görə birbaşa yerinə də yaza bilərik. 2 vurulsun mənfi 1 olur. Üstə gələk. 3 vurulsun 1. Plus 3 plus 1 bərabərdir. 3-ü 1-ə vursaq 3 edir. Üstünə 3 gəlsək 6. Üzərinə 1 gəlsək 7. Deməli, 7-dən 2 çıxırıq. Doğru cavabımız 5. E variantı. Növbət sualımız. İki oxşar çoxbucağlının birinin tərəfi 6, ikincinin uyğun tərəfi 10. Birinin çoxbucağının perimetri 42, ikincinin perimetrini tapın. Deməli, birincinin tərəfi 6, ikincinin tərəfi 10. Birincinin perimetri 42 olarsa, ikincini hesablayın deyir. Bir-iki oxşar üçbucaqlarda uyğun tərəf və uyğun perimetrlərin nisbətləri hər zaman bərabər olur. Çarpaz hasillərini hesablasaq 6x 420 olur. X-in qiyməti 70 olacaq. D variantı. Növbəti sualımız. Loqaritm 3 əsasdan 81 hesablayın deyir. Loqaritm 3 əsasdan 81. 81 özü 3 üstü 4'dür. 4'ü qarşıya çıxarsaq 3 əsasdan 3 loqaritmı da 1 olur. Doğru cavabımız B variantı. Deməli, 67-ci sualda kosinuslarla olan ifadədir. Kosinus 7 alfa, kosinus alfa. Bu deməkdir ki, 7 alfa, bir də alfanı hesablamalıyıq ki, ortada plus verdiyinə görə kosinusun asılış düsturudur, minus şəklində olacaq. Doğru cavabımız kosinus 6 alfa. D variantı. Növbəti sualımız. Üçbucaqda A-nın qiyməti 8-dir. Alfanın qiyməti 30-dur. Sinuslar teoremini tətbiq edirik. Deməli, 8-i bölürük sinus 30 dərəcəyə, yəni 2-də 1 bərabər olur. C-ni bölürük kosinus qamma, yəni 60 dərəcə, o da 2-də 1-dir. Məxrəclər bərabər olduğuna görə sürətlər də bərabər götürülür. Doğru cavabımız 8 olur. C variantı. Bir də diqqət edək. Deməli, A-nı 8-i böldük sinus alfa, yəni 30 dərəcə 2-də 1 oldu. C-ni böldük sinus qamma, yəni 60 dərəcə kök altda 3 olur. Bunu yanlış yazaq. Deməli, kök altda 3 böl 2 olacaq. Burada 2-də 1-ləri ixtisar apara bilərik. C-nin qiyməti olacaq 8 kök altında 3. B variantı. Bərabər hündürlüklü 2 silindrin oturacaqlarının diametrləri 10 və 5 həcmlərin nisbətini tapın deyir. Deməli, hündürlüklər sabitdir, yəni bərabərdir. Həcmlərin nisbətinə baxaq. Həcmlərin nisbəti. Silindrin həcmi S oturacağı vurulsun hündürlükdür. Yəni, hündürlüklər eyni olduğuna görə sadəcə oturacaqların nisbətini tapırıq. Oturacaqlardakı pi r kvadrat şəklindədir. Yəni, radiusların kvadratlarının nisbətini hesablamaq lazımdır. Radiusların kvadratların nisbəti bizə verəcək. Deməli, diametrlərin nisbəti ilə radiusların nisbətidir. Biz əvvəlcə radius əvəzinə deməli diametrlərin nisbətlərini yaza bilərik. Belə ötürək.
Radius ikincinin qiyməti 2,5-dir. Birincinin qiyməti 5-dir. Bölüb kvadrata yüksəldirik. Olacaq 2/1-in kvadratı, yəni 4/1, 1/4 E variantı. 70-ci sualda bərabərliyi həll edin deyir. Deməli, ilk işimiz x-3 ifadəsini sıfırdan böyük yazıb həll etmək ki, x 3-dən böyük olur loqaritmik ifadələrdə. İkinci, x-3 ifadəsini kiçik bərabər götürürük, 3 üstü 0, yəni 1-dən. Bu da bizə verəcək kiçik bərabərdir 4-dən. Deməli, bizim cavabımız olacaq 3, 4 aralığı C variantı. Növbəti sualda deməli 4/1-dən 5/1-ə çıxmaq lazımdır. Məxrəc 4 ilə 5-in əkubu 20-dir. 24-ə bölsək 5 edəcək. 5-ə bölsək 4 edəcək. Fərqini tapsaq bizə verəcək 20/1. 20/1 modul A-nın qiyməti. A-nın özünü taparkən plus minus şəklində iki qiyməti nəzərə almaq lazımdır. Doğru cavabımız A variantıdır. Qrupdakı 20 tələbədən 15-i riyaziyyatdan, 16-sı fizikadan məqbul qiymət alıb, 3 tələbə isə fənlərin heç birindən qiymət almayıb. Deməli, qeyd eləsək, 20 tələbədən 3 heç birindən qiymət almışsa, deməli 17 ümumi tələbə var ki, qiymət ala bilib. 15-i riyaziyyatdandır, 16-sı fizikadandır. Toplasaq 31 edir. 31-dən 14 saat 4 nəfər hər ikisindən alıb, 11 nəfər riyaziyyatdan, 12 nəfər fizikadan. Tələbələrin neçə faizi hər iki fəndən məqbul qiymət alıb. Deməli, 4 nəfər qiymət alan var ki, hər iki fəndən bölürük 20-yə, vururuq 100%-ə. Bu da edir 20%. Deməli, 5, 4, 20. Bir də baxaq sualımıza. Fənlərin heç birindən məqbul qiymət almayıb. Tələbələrin neçə faizi hər iki fəndən məqbul qiymət alıb. On 15 riyaziyyatdan, 16 fizikadan məqbul qiymət alıb. Deməli, burada 15 ilə 16 topladıq, 31, 31-dən 17 çıxanda 14 qalır. Qeyd edilməli, yanlış qeyd eləmişik. Deməli, bu da 14 olur. 14'ü 5'e vursak eləyəcək 70. Cavab 70%. Sürəti 15 olan düzgün olmayan kəsillərdən. Sürət 15 olub düzgün olmayan kəsirlər birdən başlayaraq davam edir 15'də 15'e qədər. Deməli 15 ədəd ümumi kəsirimiz var. Seçilmiş birinin tam ədəd olması. Tam ədəd olması üçün 15 ola bilər. Sonra 3'e bölünsə 5 ola bilər. 5'e bölünsə 3 ola bilər. Bir də 15'e bölünsə 1 olur. 4 dənə tam ədədimiz var. Bizdən istədiyi nədir? Tam ədəd olması ehtimalını tapın. 15'də 4. C variantı. Sonra növbəti sualımızda ifadəni hesablayın deyir. Permütasiya 5'dən 5, 5 faktorial edir. 5 faktorial. Kombinasyon 6'dan 3 hesablayaq. Deməli, kombinasyon 6'dan 3. Bu bizə verəcək 6 faktorial bölünsün, 3 faktorial vurulsun, 3 faktorial. Sadələşdirsək 4, 5, 6 olur. 3 faktorial da 6'dır. 6'lar ixtisar getsə qalır 20. Sonra kombinasyon 6'dan 4'ün qiymətinə baxaq. Kombinasyon 6'dan 4 olacaq 6 faktorial, aşağıda 4 faktorial, vur 2 faktorial. Bu eləcək 5 vurulsun 6, aşağıda 2, yəni 30. 2'ye bölsək 15. Sonra permütasiya 7'den 3'e baxaq. 7'den 3 olacaq 7 faktorial bölünsün 4 faktorial. Bu da bizə verəcək 5, 6, 7. 210. Deməli bunları sadələşdirsək nə edirik? 5 faktorial 120'dir. Yazırıq 120 vurulsun. Mötərəzdə. Deməli 20 ilə 15 toplayırıq 35 edir. Məxrəcdə 210
olur. Deməli, bunu hesablasaq 210'u 35'e bölsək, sadələşdirmək üçün 6 edir. 6. Deməli, 120'ni 6'ya bölsək, doğru cavabımız 20 olur. Növbəti sualımız. Sinüs kvadrat 15 dərəcə ilə deməli, digər ifadələrin cəmi verir. Gəlin belə edək. Sinüs kvadrat 75 dərəcə, 75'i 90 çıxılsın 15 ilə əvəz eləsək, olur kosinüs kvadrat 15 dərəcə. Yəni sinüs kvadrat 15 dərəcə ilə sinüs kvadrat 75 dərəcəni toplasaq, kosinüs kvadrat 15 dərəcəni toplamış kimi oluruq. Bunun da qiyməti 1'dir. Eyni şəkildə digər üçün tətbiq eləsək, doğru cavabımız 1 üstəgəl 1, yəni 2 olacaq. Daxil bucaqlarının cəmi 2160 olan qabarıq çoxbucaqlı. Daxil bucaqlarının cəmi 180 vurulsun n-2 ilə hesablanır ki, bunun qiymətini 2160 verir. 2160'ı bölürük 180'ə. N çıxılsın 2'nin qiyməti olur 12. N'in qiyməti olur 14. Bir təpədən çəkilən diaqonalların sayını soruşur. n-3 düsturuna hesablanır. 14'dən 3 çıxsaq cavabımız 11 olur. 3 rəqəmli ədəd 4 rəqəmi ilə bitir. Deməli 3 rəqəmli bir ədəddir. 4 yazırıq. A, B və 4. Bizə deyir ki, bu rəqəmi pozduqda alınan 2 rəqəmli ədəd verilən ədəddən 472 vahid kiçik olar. Deməli, AB-ni çıxsaq, cavabımız 472 olmalıdır. Deməli, necə olacaq? 10 AB üstəgəl 4 çıxılsın AB 472. 10 AB-dən AB-ni çıxsa 9 AB qalır. 472'den 4 çıxsa 468 olur. 468'i 9'a bölsək 52 olur. 3 rəqəmli ədədin özünü soruşur. Cavab olacaq 524. Növbəti sualımız. Deməli, y-in qiyməti əvvəlcə tapılsa, x plus 3'ə bərabərdir. Yuxarıda nəzərə alsaq, olacaq 21 bölünsün x plus 4. Üzərinə əlavə edirik 13. Məxrəcdə y üstəgəl 1'dir. Y-in yerinə x plus 3 yazsa, bu da bizə x plus 4'ü verəcək. Bərabər 2. Məxrəclər eyni olduğuna görə sürətləri toplayırıq. 21 ilə 13'ün cəmi 34. 2'nin məxrəcinə 1 yazsaq, çarpaz hasil hesablasaq, x plus 4'ün qiyməti olacaq 17. Deməli, x-in qiyməti olacaq 13. Y-in qiymətini hesablasaq, x plus 3'ə bərabər idi. 13 plus 3 16. 13 ilə 16'nı toplasaq, doğru cavabımız 29.